Qardaşlara deyirik filan yerdə müsəlmanlar əziyyət çəkirlər, aclıqdan ölürlər. Cavab verir ki, mən ümrəyə getmək istəyirəm qaqa. Deyirik, qardaş, körpələr aclıqdan ölürlər. Deyir, qaqa, mən Kəbə üçün darıxmışam, Kəbəni görmək istəyirəm. Sübhanallah. Məgər siz Allah Rəsulunun bu hədisini eşitməmisiniz? Ləhədmul Kəbəti həcərən həcərə. Bir müsəlmanın canının təhlükədə olmasındansa, Kəbənin daşlarının tək-tək sökülməsi Allah üçün daha sevimlidir. Sübhanallah. Yəni anlamırsınız ki, ac müsəlmanlar Allah üçün Kəbədən daha dəyərlidir. Sünnə yaşadıqlarını deyən qardaşlar var. Hündür maşınlar, ciplər sürürlər. Evlərinin həyətində fontanlar, şəlalələr düzəltdirirlər. Dəfələrlə də həccə, ümrəyə gediblər. Deyirik, bəs qardaş, malından Allah üçün xərcləyirsənmi? Acları doydurursanmı Allahın sənə verdiyi maldan? Çünki biz bugün çox gözəl bilirik kimlərin ehtiyacı var. Kəbənin mənim puluma ehtiyacı yoxdur. Oranın pullu karolu var. Əstəğfirullah, mən demirəm ora getmək olmaz, getməyin. Yəni demək istəyirəm ki, bugün müsəlmanların daha çox ehtiyacı var. Müsəlmanlar aclıqdan ölürlər, biz isə Kəbənin qabağında durub dua edirik ki, Allahım sən bizi cəhənnəm əzabından qoru. Dəfələrlə insanlar həcdə olublar, dəfələrlə ümrədə olublar. Qardaş, sənin Kəbəni görüb alacağın ləzzətdən daha çox, bugün müsəlmanların sənin malına daha çox ehtiyacı var. Bir gün Abdülkadir Geylaniyə bir nəfər yaxınlaşıb deyir ki, o şeyx, o Abdülkadir, mən həccə getməyi düşünürəm, mənə nəsihət et. Abdülkadir isə o adamı tanıyır, bilir ki, o artıq həcdə olub, farzı yerinə yetirib. Ona görə deyir ki, sən niyə getmək istəyirsən ki həccə? Yəni nə olub, bəlkə evində bir sıxıntı var, ona görə bəlkə istəyirsən uzaqlaşasan, sakitləşəsən. Yoxsa bəlkə Allahın razılığını qazanmaq istəyirsən. Yəni bu iki səbəb. Yox, deyir adam, heç bir problemim yoxdur, sadəcə olaraq Kəbə üçün darıxmışam və Allahdan əcr qazanmaq istəyirəm. O zaman Abdülkadir Geylani o adama deyir ki, istəyirsənmi sənə Allahdan həccə getməkdən daha çox əcr qazana biləcəyin bir əməl göstərim? Adam deyir ki, əlbəttə ki. O zaman şeyx adama deyir, həmin puldan bu qədər qismini filan yerdə yaşayan bir gənc var, evlənmək istəyir, lakin evlənə bilmir. Get ona yardım elə. Bu qədər qismini də filan yerdə yaşayan dul qadın var, yetim uşaqlarla. Get onlara yardım elə. Filan yerdə də elm tələbəsi var, yeməyi yoxdur. Get ona kömək elə. Və beləliklə onun həcc pulunu ehtiyac sahibləri arasında dağıtdı. İslam budur, qardaşlar. İslamı doğru anlamaq lazımdır. Yoxsa daha mənim pulum var deyə sadəcə öz könlümə xoş olan şeyləri etməməliyəm. Bu malı mülkü Allah sənə bu dünyada əmanət verib. Necə ki sağlamlığını da əmanət verib. Daha verməyib ki sən il 12 ay trenajör zalından çıxmayasan. Ramazan ayı gələndə də təravih namazına getməyəsən. Deyəsən ki, qaqa belim ağrıyır, nə bilim qarnım ağrıyır. Allah çox gözəl bilir sənin qarnın ağrıyır, haran ağrıyır. Eyni şəkildə də malı mülkü də Allah Sübhane və Teala bizə əmanət verib. Allah yolunda xərcləməkdən xəsislik etməməliyik. Çalışmalıyıq ki, bu hədisin mənası altına düşən qullardan olaq. Özünüzü cəhənnəm odundan qorumaq üçün bir xurma yarısı qədər belə imkanınız varsa, onun mütləq istifadə edin.